Proqramlaşdırma necə öyrənilməlidir? Mən özüm proqramlaşdırmanı öyrənməyə 2019-cu ildə başlamışam və bu sahədə 3 il təcrübəm olandan sonra artıq müəyyən şəxslərə mentorluq etməyə başladım. Daha sonra isə bu müəllimlik adlandırdığımız peşəyə doğru da dəyişdi. Təxminən 2 il mən həm proqramçı olaraq işləyirdim, həm də tələbələrim vardı və onlara proqramlaşdırma ilə bağlı dərslər keçirdim. Bu tələbələrin içərisində hal-hazırda həm xaricdə işləyənlər var, həm Azərbaycanda developer kimi işləyənlər var. Bu da mənim üçün gözəl təcrübə və hissdir. Lakin sualımıza qayıtsaq, bugünün şərtlərində proqramlaşdırma öyrənmək bundan 5 il əvvəldən fərqlənir və daima bu fərqliliklər olacaq. Yəni proqramlaşdırma öyrənmək anlayışı növbəti il tamam başqa bir anlayışa çevrilə bilər. Bu nəyə görə baş verir? Çünki mən proqramlaşdırma öyrəndiyim dövrdə, ondan sonra mənim proqramlaşdırma öyrətdiyim dövrdə süni intellekt kimi alətlərimiz yox idi. Onlayn resurslar bəlkə bugünkü qədər əlçatan deyil idi. Texnologiyalar bugünkü qədər sürətlə dəyişmirdi və sair çoxlu fərqliliklər var idi. Və bu o deməkdir ki, o günün şərtləri bugünün şərtlərindən fərqlidir və nəticə olaraq da biz o gün proqramlaşdırma öyrəndiyimiz kimi bu gün proqramlaşdırma öyrənməməliyik. Lakin dəyişməyən bəzi şeylər var. Bunlardan biri proqramlaşdırmanın edilərək öyrənilən bir şey olduğudur. Yəni bu gün proqramlaşdırma öyrənmək istəyən birisi və ya bundan 5 il əvvəl proqramlaşdırma öyrənmək istəyən birisi açıb kompüteri videonun qabağına qoyub baxaraq proqramlaşdırma öyrənə bilməz. Proqramlaşdırmanı öyrənmək istəyiriksə, o videodan öyrəndiklərimizi tətbiq etməliyik. Amma bu tətbiq etmək dediyimiz şey videoda öyrəndiklərimizi özümüzün yazmağımız demək deyil. O videoda öyrəndiklərimizi başqa bir layihəyə tətbiq etmək deməkdir. Edilərək öyrənmək bu deməkdir. Yəni videoda bir kod yazılırsa, daha sonra siz o kodu öz kompüterinizdə yazırsınızsa və işlədirsinizsə, nəticəsini alırsınızsa, təkcə bu etmək mənasını vermir. Siz onu öz düşündüyünüz bir layihəyə tətbiq edib onun içərisində işlətdiyinizdə etmiş olursunuz. Ümid edirəm bu anlayış proqramlaşdırma öyrənmə səyahətinizdə faydalı olar. Bu tip videoların ardı gələcək, daha çox bu tip məsələlər haqqında öyrənəcəyik. Sağ olun, sağlıqla qalın.